Restoranlarda yəqin ki, bu tip şəkilləri siz də görmüsünüz. Bəs yaxşı, bunlar nə cür hazırlanır? Düzdür, mən bunu restoran üzərindən yox, sadəcə universitetim üzərindən göstərəcəm. Daxil oluruq Google-a və universitetin konumunu və yaxud da ki, restoranın konumunu götürüb screenshot eləyirik və bunu qaleriyaya qayd edirik. Daha sonra isə daxil oluruq Instagram hekayələrə. Mən məzun olduğum gündən bir şəkli seçirəm və daha sonra isə həmin o screen etdiyim xəritənin şəklimin üzərinə əlavə edirəm. Təbii ki, burada 3D görüntü əldə etmək üçün yenidən daxil oluram qaleriya. Məzun olduğum bu şəklin üzərinə belə basıb saxladıqda kopyalama açılır və şəkli kopyalayıb yenidən daxil oluram Instagram hekayələrə. Qaldığım yerdən davam edirəm və daxil oluram yazı yerinə və burada yapışdır butonuna klik etdikdə gördüyünüz kimi kopyaladığım şəkil çıxartma formasında yapışdırılır. Video maraqlı oldusa, mənə abunə olmağı unutma.